Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz müsəlmanlar, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağı nəsihət edirəm. Bugün mən sizə yenicə hazırladığımız kitab barədə danışacağım. Kitab halına hələ salınmayıb, kitab kimi çap olmayıb. Lakin bir neçə gündən sonra bu kitabın PDF formatında bizim saytdan yükləyib, borhan.az saytından yükləyib oxuya bilərsiniz. Kitabın adı belədir: Quran əhli. Kitabın adı belədir: Quran əhli. Niyə bu kitaba belə ad qoymuşuq? Kitabın 2-ci səhifəsində Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən bir hədis var. O hədisi orada qeyd etmişik. Rasulullah sallallahu aleyhi və səlləm sahabələrinə deyir ki, Allahın əzizləri, ən yaxın dostları var. Sahabələr dərhal soruşur ki, ya Rasulullah, kimlərdir onlar? Fikir verin, sahabə hərisdir ki, Allahın dostu olsun, Allahın əzizi, sevimlisi olsun. Neynəsin ki, Allaha yaxın olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem də cavabında deyir ki, Quran əhli. Onlar Allahın əzizləridir, yaxınlarıdır. Diqqət edin, Quran əhli. Quran əhli nə deməkdir, kimə deyilir? Açıqlamışıq o kitabda. Yəni, Quranı mütəmadi olaraq oxuyan, mənasını öyrənməyə çalışan, Quranda buyurulanları yerinə yetirən, Quranda öyrəndiklərini başqalarına öyrədən. Bax, bu Quran əhli sayılır. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, biz Peyğəmbər sallallahu aleyhi ve səlləmdən 10 dənə ayə öyrənirdik, onu əzbərləyirdik, mənasını öyrənirdik, başqalarına öyrədirdik. Sonra o biri 10 ayəni öyrənirdik. Quran əhli belə olur. Allah subhanahu teala da Quran-ı Kərimdə onları vəsf edir. Deyir ki, "Əllezine yetlunehu haqqa tilavatihi. Əllezine utul kitabe yetlunehu haqqa tilavatihi." O kəslər ki, onlara kitab verilib, haqqı ilə onu oxuyur. İbn Abbas radiyallahu anh bunu izah edir, deyir ki, onlar Quran əhlidir. Yəni, oxuduqlarını dərk edir və ona əməl edir. Başqalarına öyrətmək də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizin ən xeyirliniz, fikir verin, ən xeyirli müsəlman olmaq istəyirsən, sizin ən xeyirliniz Qur'anı öyrənən və onu başqalarına öyrədəndir. Heç kəs deməsin, mən alim deyiləm ki, cəmaata Quran öyrədim. Hər bir müsəlmanın boyuna düşən vəzifə nədir bilirsiniz? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, məndən öyrəndiyiniz bir ayə olsa belə onu öyrədin cəmaata, təbliğ edin. Bir ayə bilirsən, məsələn, Qurandan, öyrənmirsən, Allah Teala orada, Quranda, ayədə deyir ki, Allaha şərik qoşma, tək Allaha ibadət et. Allah təkdir, heç bir şəriki yoxdur. Bir dənə bu ayəni insanlara təbliğ et, insanları cəhənnəm odundan xilas et. 60-70 min sahabə, hamısı Quran oxuya-oxuya böyük nailiyyətlər əldə etdilər. Böyük xilafət qurdular. Və 15 əsrdir adları dillər əzbəridir. İnsanlar onların adlarını çəkəndə dünyanın hər yerində, istənilən dildə nə deyirlər? Radiyallahu anh. 15 əsrdə Allah bunları ucaldır. Niyə? Çünki onlar hamısı Allaha bağlı idilər. Quran oxuyurdular. Qurandan möhkəm yapışmışdılar. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Quran bir ipdir, bir ucu Allahın əlindədir. O bir ucundan kim tutsa, heç vaxt zəlalətə düşməz. Kim onu buraxsa, Allah da ondan üst çevirəcək. Bu kitabda, mən bu kitabın xülasəsini indi deyəcəm. Təxminən
70 səhifəlik kitabdır, A5 formatında. Xülasəni deyəcəm ki, o kitabı oxumaq istəyənin marağı o kitaba daha da artsın. Yəni, o kitabı oxumağa təşviq edəcəm müsəlmanları. Və kim istəsə oxusun, faydalansın. Deməli, o kitabda başlıqlar var. Birinci başlıq Quranın nazil olması və kitab halına salınmasıdır. Həmin fəsildə biz qeyd etmişik ki, Quran əvvəlcə göydə, lövh-i məhfuzda qorunub. Sonra Allah Subhanahu taala o lövh-i məhfuzdan endirir onu dünya səmasına. Onu da mələk gətirir və onu qoruyur. Cəbrail əleyhissalam. Sonra oradan yer üzünə Muhammed sallallahu əleyhi və səlləmə gətirir. Yenə qorunur. Heç kəs o ayələrə müdaxilə edə bilmir. Peyğəmbər sallallahu əleyhi və səlləm onu öyrəndikdən sonra sahabələrinə öyrədir. Və beləcə Peyğəmbər sallallahu əleyhi və səlləm və onun sahabələri yer üzündə o Qur'anı qoruyub saxlayırlar. Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat edənə qədər. Vəfatından sonraki Qur'ana əzbər bilənlərdən bir qismi cihadda şəhid olur. Ömər radiyallahu anh gəlir, Əbu Bakr radiyallahu anh deyir ki, Quran hafizlər yavaş-yavaş azalır. Cihadda şəhid olurlar. Gəl bunu kitab halına salaq. Əbu Bakr radiyallahu anh sahabələrlə məşvərət edir. Sahabələr hamısı qərar verir ki, bu doğru fikirdir. Gözəl fikirdir. Ondan sonra Zeyd ibn Səbitə radiyallahu anh buyurur ki, kimdə nə varsa Quran ayələri hamısını bir yerə cəm eləsin. Tam Quranı bir yerə kitab kimi cəm edib sandıqda saxlayırlar. Ömər radiyallahu anh xilafəti dövrünə qədər orada qalır. Sonra Ömər xəlifə olduqda artıq o onu saxlayır özündə. Və nəhayət Osman radiyallahu anh xilafəti dövründə Osman qərara gəlir. O da görür ki, qiraətlə bağlı ixtilaflar çoxalıb. Qərara gəlir ki, onu bir neçə nüsxədə yazılıb və məmləkətlərə göndərsin. Rəvayətə görə 6 yaxud 7 nüsxə yazılır və Şama, Kufəyə, Misrə və s. yerlərə göndərir ki, orada məhz eyni qiraətlə oxusunlar və müsəlmanlar arasında ixtilaf olmasın. Osman radiyallahu anh dövründə olan Quran ki var, onun indi gördüyünüz kimi deyildi. Nə nöqtələri var idi, nə hərəkələri. Ə, i, u, sonra xanın üstündə nöqtə, cim aşağısında nöqtə, belə şey yox idi. Yəni, onu oxumaq o dövrdə Quranı bilən, ərəb dilini bilənlər üçün asan idi. İndikilər onu oxuya bilməzdi. Çünki hərflər hamısı bir-birinə oxşayır, hərəkə də yox. Necə oxuyacaq? Əli ibn Əbi Talib radiyallahu anh vaxtında artıq hərəkəni əvəz edən nöqtələr qoyulur. Sonra Əməvilər, Abbasilər onların dövründə artıq həm hərəkə, həm nöqtələr qoyulur ki, insanlar asanlıqla onu oxuya bilsin və bu günümüzə gəlib çıxır. İndi gördüyümüz Quran, bax, belə təkmilləşə, yəni sahabələr tərəfindən cəm edilir, kitab halına salınır, sonra nöqtələr qoyulur və gördüyümüz hala gəlib çatır. Bu kitabda Quranı oxumaq istəyənlər üçün Quranın fəziləti barədə ayə və hədisləri qeyd etmişik. İnsan xisləti elədir. İnsan biləndə ki, hansısa bir elədiyi əməldə ona fayda var, o əməli daha canla, başla yerinə yetirir. Və kiməsə desən ki, filan duanı elə buradan deyəcəksən, buradan eşidəcək, buradan da buraxacaq. O dua yadından çıxacaq. Amma deyəndə ki, bu duanı eləyəndə bu qədər savab qazanırsan, onda o duanı əzbərləyəcək və hər gün başlayacaq onu deməyə ki, o savabı qazansın. Quran da elədir. Quranın sahabələr fəzilətini bilirdi deyə hər gün onu oxuyurdular. Bu kitabda da Quran-ı Kərimin özündən Quranın fəzilətinə dair 7 ayə, Peyğəmbər sallallahu aleyhi və sələmin hədislərindən də 30 hədis qeyd eləmişik. Sonra qeyd eləmişəm ki, o möminlər, o sahabələr indiki dövrdəki müsəlmanlardan fərqli idilər. Onlar Quranı oxuyanda və ya eşidəndə qəlbləri titrəyirdi, gözlərinə yaş gəlirdi. İmanın gücüdür, qəlbin yumşaqlığıdır.
İndikilərə sual verin ki, axırıncı dəfə Allah rızası üçün nə vaxt Quran oxuyub ağlamısan? Nə vaxt Quranı dinləyib ağlamısan? Bir dənə sual verin. İndikilərin başı dünyaya o qədər qarışıb ki, qəlb daşlaşıb. O daşı əritmək lazımdır. O daşı əritmək lazımdır ki, o sahabələr kimi olaq. Allah Teala onları Ənfal surəsində vəsf edir, deyir ki, o möminlər ki, Quranı dinlədikdə onların imanı artır. Tövbə surəsində də deyir ki, Allah onlardan razıdır, onlar Allahdan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan cənnət bağları hazırlayıb. Bax, onlar kimi olmaq, onların yolunu getmək, Allahın rizasını və cənnəti qazanmaq üçün o qəlbin daşını əritmək lazımdır, parçalamaq lazımdır. Bunu da nə ilə eləyə bilərik? Ancaq Quranla. Allah Teala Quranda deyir ki, biz bu Quranı dağlara nazil etsəydik, sən onun parça-parça, qorxusundan parça-parça olduğunu görərdin. Əgər dağı dağıtmağa qadirdirsə bu Quran, qəlbdə olan daşları da parçalamağa qadirdir. Sadəcə olaraq biz getdikcə o Qurandan uzaq düşmüşük. Deməli, o dövrki müsəlmanlarla indikiləri müqayisə etdikdə belə bir suallar meydana gəlir. Niyə müsəlmanların bir çoxu gündəlik olaraq Quran oxuya bilmir, ona nəsib olmur? Niyə bəziləri Quran oxuduğundan təsirlənmir? Niyə onlara Allahı yad edib ağlamaq nəsib olmur? Niyə onlar imanın şirinliyini dada bilmir? Niyə onlar Allahdan uzaq düşdüyünü hiss edir? O qədər belə niyə suallar çıxa bilər ortalığa? Niyə? Ona görə ki, Quran oxumurlar. Adam Quran oxuyanda istər-istəməz o Quran ayələri ona xatırladır. Ölümü xatırladır. Cəhənnəmi xatırladır. Axirəti xatırladır. Məhşəri xatırladır. Və hər dəfə xatırladıqca onun imanı artır. Quranın fəzilətinə dair bir neçə hədis deyəcəm sizə, qalanlarını kitabdan oxuyarsınız. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qiyamət günü 7 sinif kölgə altında olacaq. Onlardan biri kimdir? Xəlvətə çəkilib, Allahı zikr edib, ən gözəl zikr də Qurandır, Quran oxumaqdır. Allahı zikr edib ağlayan kimsə. O biri hədisdə deyir ki, Allah rizası üçün ağlayan göz heç vaxt cəhənnəmə girməz. Heç vaxt. Bir hədisdə də deyir ki, kim Allah rizası üçün Quranı oxuyarsa, Allahı zikr edərsə, cənnətlik olar. Yəni, bu kitab adamı hara aparır? Cənnətə. Və o, bayaq dediyim, sərtləşmiş qəlbi yumşaltmağın yolları var. Çoxdur. İxlaslı olmaq da dua eləməkdir, Allahı və Rasulunu hamıdan çox sevməkdir, İslam şəriətini öyrənməkdir, ölümü yada salmaqdır, cəhənnəm əhlinin necə əzab çəkdiyini düşünməkdir, nəfsi hesaba çəkmək, ibadəti yaxşılaşdırmaq, səmimi etmək. Amma ən yaxşısı bunların arasında nədir? Quran oxumaq. Nə qədər çox Quran oxusaq, bir o qədər qəlbin sərtliyi keçib gedəcək. Və bu kitabda həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin ağlamaqlarını da misal gətirmişəm. 5 dənə hədis var orada. Ayrı-ayrı hədislər, Peyğəmbər sallallahu aleyhi ve sellem necə ağlayıb. Birini deyəcəm, qalanını özünüz gedib oxuyarsınız. Deməli, həyat yoldaşı rəvayət edir, deyir ki, bir gecə uyandı, mənə dedi ki, mən Rəbbimə ibadət etmək istəyirəm. Mən də dedim, ya Rasulullah, sənə nə xoşdursa, mənə də xoşdur. Amma özüm yatmadım ki, baxım necə ibadət edəcək. Çünki o gecə fərqli bir gecə idi. Adi hər gecə qıldığı namaz kimi namaz qılmaq yox, başqa nə cürsə istəyirdi ibadət eləsin. Çünki ayələr nazil olmuşdu ona. Deyir, baxdım, qalxdı ayağa, dəstəmaz aldı, namaza durdu, namaz qıldı. Namazda o qədər ağladı ki, saqqalı, sinəsi və durduğu yer göz yaşı oldu. Kim indi o qədər namaz qılır, ağlayır? Milyard yarım müsəlmanın içərisində kim o qədər ağlayır ki, saqqalı göz yaşı olsun, sinəsi göz yaşı olsun,
durduğu yer göz yaşı olsun. Kim? Biz açırıq Müzzəmmil surəsini 20-ci ayəni. Orada Allah Subhanahu taala deyir ki, ey Muhammed, biz bilirik ki, sən və səninlə olan sahabələrin gecənin 2/3-ni, bəzən gecənin yarısını, bəzən 1/3-ni namaz qılırsınız. Bu ayəni düşünəndə adam xəcalət çəkir. 2/3 bilirsiniz nədir? 8 saat. Yarısı 6 saat, 1/3 də 4 saat. Ən azını deyirəm, 4 saat gecə namazı qılan varmı? Gecə namazı qılır müsəlmanlar, uzağı 1 saat. Bəziləri 5 dəqiqə qılır. Bir rükət. Amma baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem o qədər uzun uzadı gecə namazı qılır və sahabəsi soruşanda ki, ya Rasulullah, axı Allah sənin bütün günahlarını bağışlayıb, niyə özünə əziyyət versən? Neçə saatda ayaq üstə durmuşsan, ayaqlar şişib, ağlayırsan bu ayaqdandır. Gör nə cavab verir? Əfələ əkunə abdən şəkura? Allahın şükr edən qulu olmayın. Və dalıcan nə deyir? Deyir, bu gecə mənə ayələr nazil olub. Vay o kəslərin alına ki, o ayələri oxuyub, əməl eləmir. Hansı ayələr idi? Əl İmran surəsinin 190-cı ayəsindən axıra kimi, 200-cü ayəsinə qədər. Bu ayələrdə Allah Subhanahu taala nə deyir? Əl-ləzīnə yəzkurunəlləhə qiyamən və qu'udən və alə cunubihim. O kəslər ki, ayaq üstə olanda da, oturulu halda da, uzanmış vəziyyətdə də Allahı yad edirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu tətbiq edir. Dərhal, ayə nazil olan kimi. Həmçinin bu kitabda qeyd eləmişik, Qur'anın xeyir bərəkətinə nail olmağın 7 yolu. Yəni, niyə ki, Qur'an bizim üçün faydalı olsun, xeyirli, bərəkətli olsun. Nə qədər insan var, Qur'anı götürür, oxuyur, şeir kimi. Ona heç bir faydası olmur. Amma Qur'anın xeyir bərəkətinə nail olmaq üçün qeyd eləmişəm orada hamısı dəlillərlə qısa deyəcəm. Onu doğru düzgün avazla oxumaq, mütəmadi oxumaq, mənasını öyrənmək, imkan daxilində əzbərləmək, başqalarına öyrətmək, Quranda buyurulanları yerinə yetirmək, ayələrdən ibrət götürmək, Quran vasitəsilə şəfa tapmaq. Vallahi ki, bu həqiqətdir. Xəstə adam şəfa niyyəti ilə Quranı oxuyanda o ona şəfa verə bilər. Çox misallar çəkmək olar. Bir dənəsi ilə kifayətlənəcəm. Biz hər yatmamışdan əvvəl İxlas, Fələq, Nəs surələrini oxuyuruq. Nə üçündür bu? Allah bizi canımızı salamat eləsin. Şər qüvvələrdən qorusun. Sehirdir, gözdəymədir və s. Və bir də 7-incisi Quranla yaşamaq. Quran nə buyurur? Əmr edir, bunu yerinə yetirək. Qadağan edir, bundan çəkinək. Onda xeyir, bərəkətə nail olacaq. Həmçinin bu kitabda biz Qur'anın doğru yola yönətdiyi 7 sinif insan barədə danışmışıq. Elə bilirsiniz, elə hər Quran oxuyan doğru yolla gedir. Elə Quran oxuyan var ki, deyir ki, mən Peyğəmbərəm. Quranı oxuyub, sonra deyir, mən Peyğəmbərəm. Allah hidayət versin. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Quran bir qism insanları ucaldır, bir qismini alçaldır. Qeyri-müsəlmanlar var ki, Ərəb ölkələrində, qeyri-müsəlmandır ya, Ərəb ölkəsində. Quranı əzbərləyib ki, müsəlmanlarla mübahisə eləyəndə o ayələri dəlil gətirə bilsin. Fayda vermir Quran ona. Fikir verirsinizmi? Heç bir faydası yoxdur. Quranı əzbər bilir, amma faydası yoxdur. Quran kimə fayda verir? 7 sinif insandır. Hər birinə ayə var. 1. Allahdan qorxub pis əməldən çəkinən insanlara. Onlara fayda verir. Bəqərə surəsində Allah təala nə deyir? Zəlikəl kitabu la raybə fi hudəl lil muttaqin. Bu içində heç bir şək şübhə olmayan kitabdır və müttəqilərə doğru yol göstərir. Allahdan qorxana fayda verir o kitab. Həmçinin mömin olana fayda verir. Ona da ayə gətirmişik orada. Qeybdə olanlara iman gətirənə fayda verir. Namaz qılana fayda verir. Zəkat verənə fayda verir. Axirətə iman gətirənə fayda verir. Mühsinlərə, yəni yaxşı əməl sahiblərinə fayda verir. Yoxsa elə hər kəs Quranı alsın, əlinə oxusun, ona fayda verməyəcək. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki,
Allah kimi sevirsə, ona öz dinini öyrədir. Kimə xeyir nəsib eləmək istəyəndə, kimi sevir, dost qəbul edir özünə, ona xeyir nəsib eləmək istəyir, ona bu dini öyrədir. Və sevmədiyindən üç sevirir. Sonra gəlir həmin kitabda Qur'anı əzbərləməyin 11 qaydası. Yəni, kim Qur'an əzbərləmək istəyirsə, o qaydalara əsasən gündəlik olaraq Qur'anı əzbərləyə bilər. Və nəhayət sonuncusu, bu fəsil Qur'anı oxumayanların halıdır. Bu fəsil çox maraqlı fəsildir. Burada birinci qeyd eləmişik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem nəyə bənzədir onları? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, diqqət edin, çox maraqlı hədisdir. Quran oxuyan müminin məsəli turuncun məsəli kimidir. Turunc iri portağaldır. Turuncun məsəli kimidir. İyi də gözəldir, dadı da şirindir. Dadı şirindir, yəni mömindir. İyi gözəldir, ondan gözəl, iyi, yəni Quran oxuyur. Quran oxumayan müminin məsəli xurmaya bənzəyir. Dadı şirindir, amma iyi gəlmir. Quran oxumur. Quran oxuyan münafiqin məsəli, fikir verin, münafiq də Quran oxuyur. Nə qədər münafiqlər var aramızda? Reyhan bitkisi kimidir. İyi gözəldir, çünki Quran oxuyur. Dadı isə acıdır, çünki münafiqdir. Quran oxumayan münafiqin məsəli acı kudunun məsəlinə bənzəyir. Səhrada bitən meyvədir, iyi də üfunətlidir, dadı da acıdır. Bu hədisdən sonra orada çoxlu açıqlamalar gətirmişəm ki, Quran oxumayanların halı necədir, nə gözləyir onları, iman necə azalır, qəlb necə daşlaşır. Ancaq gözəl 3 dənə misal çəkmişəm orada ki, dünyəvi misallar. İnsan öz məntiqi ilə bir fikirləşsin və utansın. Birinci misal. Bir gənc sevdiyi bir gənc qıza məktub yazır. Sevgi məktubu. O da əvvəlcə cavab vermir, bir neçə müddət naz eləyir. Sonra götürüb ona cavab yazır. Öz istəklərini də yazır o cavabda. O məktub gəncin əlinə çatan kimi dərhal açır. Dərhal açır. O qızın yazdığı cümlələri təkrar oxuyur. 5 dəfə, 10 dəfə. Diqqətlə onun istəklərinə fikir verir. Sonra da o istəkləri həyata keçirməyə çalışır tez bir zamanda. O məktubu ürəyinin başında gəzdirir. Darıxanda çıxarır, dəqiqə başı onu oxuyur. İndi sual çıxır meydana. Dili ilə iddia edir ki, Allahı hamıdan çox sevirəm. Allah da sənə məktub göndərib də, risalət də, risalə adlandırır Quranı. Quran risalədir. Allahın göndərdiyi məktubu sən dərhal açıb oxuyursan, içində Allahın sənə buyurduqlarını dərhal yerinə yetirməyə çalışırsanmı? O məktubu uca tutursanmı, hər şeydən uca? Stol üstü kitabın kimi həmişə yanında olurmu ki, davamlı oxuyasan? Yoxsa ona etinasız yanaşırsan? Yoxsa Allahı sevdiyi ancaq sənin dilindədir? İkinci misal orada çəkmişəm, vəzifəli bir adamdır. Məktub gəlir rəhbərlikdən. Bilir ki, o məktubda rəhbərliyin müəyyən göstərişləri var. Onun cürəti çatarmı o məktubu açmasın? Sizin kəşki, qələt eləyir rəhbərlik, açsın bir qırağa. Elə şey deyə bilər? Yox. Dərhal açacaq o məktubu, bütün işçiləri yığacaq yanına ki, gəlin görək rəhbərlik bizə nə deyir? Nə tapşırıq veribsə, gecə ilə hamısını hazırlamaq lazımdır ki, sabah rəhbərliyin hüzuruna çıxanda işimizdə nöqsan olmasın. Yoxsa bizi vəzifədən atarlar kənara, özümüzü həbs eləyərlər, malımızı, mülkümüzü müsadirə edərlər, başımıza oyun gələr, müsibət gələr. Bunu fikirləşirsən. Amma Allahın sənə göndərdiyi risaləni açıb oxumursan, əgər oradakilara əməl eləməsən, səni nə gözləyir? Məhşər günü haqq hesab gözləyir. O haqq hesabdan keçə bilməsən, cəhənnəm gözləyir. Buna hazırlıq görmürsən. Amma bu dünyadakı
o işin üçün, o dünya mənfəəti üçün gör necə tələm-tələsik əl-ayağa düşürsən. Və nəhayət üçüncü misal çəkmişəm orada. Universitet tələbəsi. Bilir ki, bir həftədən sonra imtahandır. Gecə-gündüz saatlarla qalın kitabları oxuyur, hazırlaşır ki, o imtahandan geçsin. Neçə kitablar oxuyur da, yəqin ki, hamınız məktəbdə, universitetdə oxumusunuz, bilirsiniz bunu. Neçə kitablar oxuyur, hazırlaşır ki, imtahandan kəsilməsin, kəsilsə sinifdə qalacaq. Diplom ala bilməyəcək, iş tapa bilməyəcək özünə. Bütün bunu fikirləşir, gecə-gündüz oxuyur. Allah Subhanahu cəmi bir dənə balaca bir 600 səhifəlik kitab göndərir. Onu gecə-gündüz belə oxuyub diqqətlə, o imtahana, qiyamət günün imtahanına hazırlıq görürmü? Görmür. Bir gözəl hadisə var, o hadisəni danışım və bu söhbətimə, o nəsiyyətimə son verəcəm. Bu kitabı da hazır olandan sonra özünüz əldə edib oxuyarsınız, başdan axıra qədər. Çox maraqlı kitabdır. Deməli, bir qadın oğlunu sübh namazından bir neçə 5-10 dəqiqə əvvəl gəlir, oyadır ki, qalx, sübh namazıdır. Oğlu deyir ki, hələ vaxt var, qalxaram, oyanaram. Anası gedir, özü dəstəmaz alır, namazını qılır. Namazın vaxtı artıq gəlib. Gəlir, deyir ki, namazın vaxtıdır, qalx. Qalxaram, hələ namazın çıxmağına çox var. Saat yarım var. Belə, axırda anası inciyir ondan, görür, bu qalxmır. Özü də işə getməlidir. Çıxır, gedir işə. Gedəndə deyir ki, bax, mən gedirəm, qalx namazını qıl. Yaxşı qılaram. Çıxıb gedir. Saat haradasa 9-un yarısı oğlu birdən zəng edir anasını. Ay ana, məni niyə oyatmamısan? 8-də imtahanım var idi. İmtahana gecikdim, kəsiləcəm. Mən sinifdə qalacam. Başlayır həyəcanla anasına etirazını bildirməyə. Anası deyir, sübh namazını qıldın. Qılmışam. Nə vaxt? Oyananda, nə vaxt oyanan? Gün çıxandan bir neçə saat sonra. Anası qəzəbli halda deyir ki, oğlum, sən axirət imtahanına hazırlaşmırsan. Bu dünyadakı imtahandan keçib, keçməməyin mənə heç bir əhəmiyyəti yoxdur. Maraqlandırmır məni. Məni maraqlandıran qiyamət günü o imtahandan keçib cənnətə getməyindir. Mən istəmirəm ki, sən cəhənnəmli olasan. İstəyirəm ki, o imtahana indidən hazırlıq görəsən. Quran-ı Kərimdə nə qədər ayələr var? İkisini deyəcəm, bu ilə kifayətlənək. Birində Allah Subhanahu deyir ki, qiyamət günü onlar peşman olub deyəcək ki, kaş bu günümüz üçün əvvəlcədən hazırlıq görəydik. İkincisində də deyir ki, kaş dünyaya qayıda biləydik, yaxşı əməllər edəydik. Heç birində eləyə bilməyəcəklər. Artıq gec olacaq. Sonda, əziz qardaşlarım, Allahdan istəyimiz budur ki, Allah Subhanahu bu mübarək kitabı bizim qəlbimizin nuru etsin. Yəni, qəlbən o kitabı sevək, gecə-gündüz onu oxuyaq və nə qədər o kitabı çox oxusaq, bir o qədər də çox Allaha yaxınlaşaq və Allahın dostlarından olaq. Hamı olsun dua edib deyirəm, Allahümmə əhdinə fīmən hədəyd və afinə fīmən afəyd və təvəllənə fīmən təvəlləyd. Allahım, hidayət verdiyin kəslər arasında bizə də hidayət ver, salamatlıq bəxş etdiyin kimsələr arasında bizə də salamatlıq bəxş et və dost qəbul etdiyin kimsələr arasında bizi də özünə dost qəbul et. Subhanakallahumma və bihəmdik, əşhədu ən la iləhə illə ənd, əstəğfiruka və atubu ileyk.